sualları bir də sayıram, xüsusiyyətlərini də deyəcəm, yadınızda saxlayırsınız. Kamçatka yarımadası, ya Asiyan yarımadalarını sayıram. Kamçatka yarımadası, mülayim dəniz, göy sinkronal ərazidir, il boyu yağıntı düşür. Koreya yarımadası, subtropik mussonu, yağıntısı yayda düşür. Hindçin və Malakka yarımadası, Hindçin subekvatorial iqlimdə qoşmuşdum görəsən. Demək, Malakka yarımadası isə ekvatorial iqlimdədir. Hindçin və Malakkanın sahillərini həm sakit və Hind okeanları yuyacaq. Gəldik bura Hindistan yarımadası, yad quru parçası deyirdim buna, Dekan yaylası yerləşir. Musson küləklərinin təsiri altındadır. Platforma ərazidir. Qrafit, daş kömür, dəmir filzi ehtiyatları ilə zəngindir. Ərəbistan yarımadası bütün ölkələrinin dünya okeanına birbaşa çıxışı var. Bir hissəsi Hind okeanıdır, bir hissəsi Atlantik okeanıdır. Fiziki aşınma burada üstündür. Bu da yad quru parçasıdır. Gəldin sonradan Kiçik Asiya yarımadası, Atlantik okeanı, yəni Aralıq dənizi iqlimi tipindədir. Həmçinin Aralıq dənizi sahillərində. Ümumiyyətlə Kiçik Asiyanın Türkiyənin ətrafında 4 məşhur dəniz var. Qara, Mərmərə, Egey və Aralıq dənizi. Mərmərə dənizi yalnız Türkiyə sahilini yuyur. Türkiyənin həm Avropa hissəsini yuyur, həm Asiya hissəsinin sahillərini əhatə edəcək. Sonra gəldik bura Taman yarımadası, Rusiyaya məxsusdur. Böyük Qafqaz dağları buradan başlayır. Krım yarımadası artıq keçdik Avropaya. Krım yarımadası Ukraynaya məxsusdur. Palçıq vulkanları ilə məşhurdur Krım yarımadası. Avropanın əsas yarımadaları Balkan, Apenin, Piriney, Bretan, Jutlandiya, Skandinaviya və Kola yarımadası olacaq. Bunlar əlbəttə ki Atlantik okeanı sahilində. Skandinaviya isə həm şimal buzlu, həm Atlantik okeanı sahilində yerləşəcək. Balkan yarımadası burada yerləşən ölkələrdən Serbiya və Şimali Makedoniyanın dünya okeanına birbaşa çıxışı yoxdur. Balkan yarımadasında Kars platosu və Pastayon mağarası yerləşir. Apenin yarımadası, burada 3 ölkə yerləşir. İtaliya, Vatikan və San Marino. Vatikan və San Marino cırtdan mikro dövlətlərdir. Dünya okeanına birbaşa çıxışı yoxdur. Fəaliyyətdə olan vulkanı, Vezuvi vulkanı burada yerləşəcək. Gəldik bura Piriney yarımadası. Piriney yarımadasının şimalında Piriney, cənubunda Əndəlüs, mərkəzində isə Meseta yaylası yerləşəcək. Balkan, Apenin, Piriney. Hər üçü geosinkronaldır, hər üçü Aralıq dənizindədir, hər üçünün yağıntısı qışda düşəcək. Gəldik bura Fransanın qərb yarımkürəsində yerləşən Bretan yarımadasına, mülayim dəniz iqlimindədir, platformadır, il boyu yağıntı alacaq. Jutlandiya yarımadasında 2 ölkə yerləşəcək. Şimalında Danimarka, cənubunda isə Almaniya. Yəni əsas hissəsi Danimarkadadır. Jutlandiyada mülayim dənizdə yerləşir. Yağıntısı il boyudur, platforma ərazidir. Şimal dənizi ilə Baltik dənizini birləşdirən Kiel kanalı Jutlandiya ərazisindən keçəcəkdir. Skandinaviyada qədim Skandinaviya dağları yerləşəcək. Şimal hissəsi Şimal buzlu okean, qərbi və cənubi isə Atlantik okean olacaq. Şimali Atlantik və Norveç isti cəryanlarının təsiri ilə Skandinaviya yarımadasının iqlimi qışda yumşaq keçir. Burada isə Kola yarımadası var. Rusiyaya məxsus olacaq bu yarımada. Gəldik Rusiyanın, Asiyanın Şimal buzlu okean sahilindəki yarımadalarına. Həmçinin bu yarımadalar Rusiyaya aiddir. Yamal, Qıdan, Taymır, Çukot. Çukotu 2 okean yuyur. Bir hissəsi şimal buzlu, bir hissəsi sakit okean. Okey. Gəldik Afrikaya. Afrikada önemli bir dənə yarımada var, Somali yarımadası. Heç Ras Hafun burnu burada yerləşir. Hind okean sahilində. Avstraliya, Arnhem Head və Cape York yarımadaları. Arnhem Headdə Hind okean sahilindədir. Cape York isə həm Hind, həm də sakit okean sahilində. İkisi də subekvatordur. İkisinin də yağıntısı yayda düşür, amma hansı aylarda? Dekabr, yanvar, fevral aylarında. Cənubi Amerikada balaca bir dənə yarımadası var burada. Wallis yarımadası, önəmsiz bir şeydir. Ümumiyyətlə fikir versiniz, cənub materiklərində yarımadaların sayı azdır. Çünki sahilləri hamardır, kəskin parçalanmayıb, buzlaşmaya məruz qalmayıblar. Antarktida ətrafında isə bir də Antarktida yarımadası var. 66.5 onu kəsir. Yəni bir hissəsi mülayim işıqlanma qurşağına düşür, diqqətli olun burada. Gəldik Şimali Amerika sahilində 6 dənə yarımada deyəcəm sizə. ABŞ-ə məxsus Florida və Alyaska,
Florida yarımadası Atlantik okean sahilində fosforit ehtiyatları ilə zəngindir. İki iqlim qurşağına düşür. Cənubi tropikin dənizi, şimali subtropikin mussonu. Alyaska sakit okean sahilində mülayim dəniz iqlimində yerləşir. Meksikaya məxsus Yucatan və Kaliforniya. Yucatan Atlantik okeanı sahilində, Kaliforniya isə sakit okean sahilindədir. Yucatan tropikin dənizidir, Kaliforniya isə tropikin səhrasıdır. Çünki Yucatan tərəfdə isti cəryan, Kaliforniya tərəfdə isə soyuq cəryandır. Gəldim Kanadada da iki məşhur yarımada deyəcəm. Bir, Labrador yarımadası, Lavrenti yüksəkliyi yerləşir burada. Dəmir filzi ehtiyatları ilə zəngindir. Bir hissəsi Atlantik, bir hissəsi Şimal Buzlu okeandır. Yuxarıda isə Butiye yarımadası. Mercison burada yerləşirdi. Bu da qütb işıqlanma qurşağına, Arktik iqlim qurşağına düşəcəkdir. Bu yarımadalar da asandır. Saxla bunu aydan. İndi adalar